Dün axşam saatlarında Bakı şəhəri Xəzər rayonu Şuvalan qəsəbəsində bir nəfər dənizdə batıb. Ərazi Fövqəladə Hallar Nazirliyinin dalğıc xilasediciləri cəlb olunub və axtarış işlərinə başlanılıb. Belə ki, hazırda 2010-cu il təvəllüdlü Hümbətov Vüsal Arif oğlunun batdığı ehtimal olunan istiqamətlərdə axtarışlar davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, Daxili Xidmət Polkovnik Leytenantı Akşin Əlili bildirdi ki, dənizdə batan şəxslərin axtarışları hələ də davam etdirilir. Ötən gün Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 kilometr kənarda nəzarətsiz ərazidə 4 nəfərin, Bakı şəhəri Şuvalan qəsəbəsi ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1500 metr kənarda isə bir nəfərin suda batması barədə məlumat daxil olmuşdur. Məlumat alındıqdan dərhal sonra Nazirliyin kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin dalğıc axtarış qrupları hadisə yerlərinə cəlb edilmişlər. Aparılmış əməliyyatlar nəticəsində 2 nəfər sulardan xilas edilərək sahilə təxliyə edilmiş, bir nəfərin cəsədi sudan çıxarılaraq adiyyəti üzrə təhvil verilmişdir və 2 nəfərin isə axtarışları hələ də davam etdirilir. Akşin Əlili küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edərək bildirdi ki, yalnız xilasedicilərin olduqları çimərliklərdən istifadə edilməli. Xilasedicilərin çağırış və göstərişlərinə, ərazidə quraşdırılmış maarifləndirici lövhələrin tələblərinə əməl edilməlidir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən 7-ci və 8-ci Bakı şəhəri və Abşeron yarımadasında güclü küləkli hava şəraiti müşahidə olunacaqdır. Bildiririk ki, nəzarətsiz qeyri-çimərlik əraziləri, habelə çimərlik kimi nəzərdə tutulmayan suvarma kanalları, süni göllər, çaylar, su anbarları və digər bu kimi su hövzələri mürəkkəb relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə malik olması bu hövzələrdən istifadə edənlərin həyat və sağlamlığına ciddi təhlükədir. Həmçinin yadda saxlamaq lazımdır ki, çimərliklərdə xoş zaman keçirmək üçün hava şəraiti və günün saatları da vacibdir. Bildiririk ki, küləyin sürəti saniyədə 10 metrdən artıq olduqda çimərliklərdə suya girmək qadağandır. Eyni zamanda qızmar günəş altında fasiləsiz dayanmaq və hava qaraldıqdan sonra suya girmək təhlükəlidir. Qeyd edək ki, cari ildə Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin əməkdaşları tərəfindən 13 nəfər çimərlik mövsümündə olmaqla ümumilikdə 19 nəfər sulardan xilas edilib və xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən suda batma hadisəsi qeydə alınmayıb. Aytən Derdiyeva, Nigar Rəcəbova, Ziya Allahyarov, Vüsal Bayranov.